Şəvval orucunun hökmü əksər alimlərin görüşünə görə müstəhəb, sünnət bir əməldir. Şəvval orucu müstəhəb əməldir və yəni vacib deyil. Bu ümmətin əksər alimlərin görüşüdür və lakin buna müxalif olan bəzi alimlər olublar. İmam Malik rahimehullah Şəvval orucunu məkruh görüb, dəlil də onu gətirib ki, mən deyir Mədinə əhlindən görmədim kimsə tutan. Yəni Mədinə əhlindən kimsə tutduğunu görməməsi onun sünnə olmamasına dəlil deyil. Və həmçinin yəni Peyğəmbər sallallahu əleyhi və səlləm necə ki az sonra gələcək fəzilətinə dair dəlillər varid olduğu halda biz Şəvval orucunun sünnə olmadığını ya məkruh olduğunu necə deyə bilərik? Həmçinin bu rəyi deyənlərdən bəzi Hənəfilər onlardan varid olub ki, onlar da məkruh görüblər. Onların da dəlili ümumi olaraq olub ki, yəni insanlar Ramazandan sonra Şəvval orucunu tutmaqla elə zənn edərlər ki, bu da farzdır. Ramazan kimi bu da farzdır. Ona görə bəzi Hənəfilər də bunu məkruh görüblər. Lakin Hənəfilərin, yəni bir çox Hənəfi alimləri Şəvval orucunun sünnə olduğunu deyirlər. Həmçinin Maliki məzhəbinin alimlərindən də bir çoxu bu əməlin sünnə olduğunu deyirlər. Təbii ki, Şafilər, Həmbəlilər də və digər İslam alimləri də bu əməlin sünnə olduğunu söyləyiblər. Və doğru olan görüş də budur ki, Şəvval orucu sünnə əməllərdəndir, müstəhəb əməllərdəndir. Məkruh deyənlərin heç bir səhih, sabit dəlili yoxdur.